Hər vaxtınız xeyir, dəyərli kanal izləyicilərimiz. Masazırın girişində çox gözəl bir yerində, yerdən 10 daş kürsülü, mərtəbə arası monolit beton olan, həyətinə 2 maşın keçə biləcək, tam kupçalı, evində torpağında sənəti olan, sona qədər cüt daşla tikilmiş, gözəl 4 otaqlı həyət evi təqdim edirəm sizlərə. Həyət evimiz 4 otaqdır, təmiri tam şəkildədir. Təmirinə aid iş demək olar ki, qalmayıb. Həyətinə 2 maşın rahat şəkildə keçəcək. Yerdən kürsüdür, böyük zirzəmisi var. Hərəkət eləmək tam rahat şəkildə mümkündür. Evin üz görünüşüdür. Yuxarıda böyük eyvanı var. Mərtəbə arası monolit beton sonra qədər cüt daşla tikilib. Qiymət vurğulayıram. Bazarda bu qiymətə Masazırın girişində ev yoxdur. 109.000 manat. 109.000 manata Masazırın girişində, Gənclər şəhərcinə yaxın, Bakı-Sumqayıt yoluna yaxın bir yerdə İkinci belə bir alternativ ev yoxdur. Axtarmağına dəyməz, çünki mümkünsüzdür. Yəni bu yerdə, bugünkü gün belə bir yerdə belə bir ev tikmək bu qiymətə mümkün deyil. Zirzəmisidir, rahat şəkildə hərəkət eləmək, otaqların altı boşdur. Həyətinə də 2 maşın keçir, yağış sular üçün trapı da var. 109.000 manata bugünkü gün Masazırın içəri tərəflərində 4 otaq evlər verirlər. Yəni bu olası bir şey deyil. Yəni bunu qasırmağına dəyməz. İçəri daxil oluruşuq, 2-ci mərtəbə qalxan pilləkəndir. Ən əsas odur ki, keyfiyyət tikilib. Keyfiyyətə önəm verilib. Burada bizdə pilləkənin altında boş bir ərazisi var. Pilləkənə işıq düşsün deyə pəncərəsi biri buradadır, biri yuxarıdadır. Bir daha vurğulayıram, bu gördüyünüz 1 ilə 2-ci mərtəbə arası monolit betondur. Mətbəxini göstərim ilk olaraq. Bir dənə məqamı vurğulayım. Hər hansı bir halda evin, hər hansı bir divar kağızı müştərinin zövqünə uyğun gəlməsə, ev sahibi tərəfindən dəyişdiriləcək. Tam şəkildə dəyişdirmək mümkündür. Yaxud görürsünüz, bu beyazdır. Tünd şəkildə istəsəz bunu dəyişmək mümkündür. Hal-hazırda təmirə aid heç bir iş yoxdur. Tam təmirdir. Hamam otağıdır. Bir dənə də belə böyük hamam otağı 2-ci mərtəbədədir. Dəhlizində də kombi xəttləri var. Evin böyük bir qonaq otağı var. 2 pəncərə ilə. Bir pəncərəsi budur. Burada da kombi xətti var. Bir pəncərəsi də odur. Orada da kombi xətti var. Və qalxaq 2-ci mərtəbəyə. 109.000 manata Masazırın girişində bir daha vurğulayıram. Qaçırmağına dəyməz. Belə bir ev yoxdur. Öz 2 mərtəbə, 4 otaq, monolit betonla qoşa daşına. Bu qiymətə 6 nömrəli məktəbin yanında verirlər 4 otaqlıları. Qaçırmağına dəyməz. Endirilmiş qiymətdir. Əvvəlki qiyməti tam fərqli olub. Bugünkü gün sadəcə ev sahibinə pul lazımdır deyənə qiymətini endirib. Yerdə hündür, Bakı-Sumqayıt yolu, Gənclər şəhərciyi, ətraf yaşayış, evdən evlər aralıdır, hamısı bir-birindən. Burada 2-ci mərtəbə hamam otağını sizə göstərim. Tam təmir. Aksesuarlar alıcı istəyənə uyğun quraşdıra bilər. Pilləkənin ümumi quruluşunu göstərim. Yuxarıda 3 ədəd yataq otağımız var. Birinci yataq otağı budur. Belə bu qaydada. Döşəmə laminatdır. Altı monolit betondur. Burada 2-ci yataq otağıdır. Tam təmir. Və sizlərə göstərəcəm sonuncu yataq otağı. Sizə Masazır qəsəbəsində 109.000 manata Masazırın girişində sənətli bir ev təqdim elədim. Sonra qədər izlədiyiniz üçün təşəkkür ederim.